Biri var idi, biri yok idi. Bir tembel ayı var idi. Elə tembel idi ki, buradan durub o tərəfdə oturmağa ərinirdi. Dur qapını ört, ana ayı ona dedi. Bala ayı tembel qapıya baxıb donquldandı. Külək örtər. Ana ayı deyinməyə başladı. Demirəm qapını ört. Ay ana, nə olub? Gərək mən örtəm. Külək örtəcək də, deyə bala ayı üz gözünü turşutdu. Bilmirəm ki, sən niyə belə tənbəl oldun. Bax, bacı qardaşlarım necə qoçaqdır. Sübhdən durub meşədən bir səbət armud yığıb gətiriblər. Yoxsa sənin kimi. Tənbəl ayı armud sözünü eşidən kimi gözləri parıldadı. Armud? Hanı armud? Mən armud istəyirəm. İstəyirsən zəhmət çək, dur ayağa. O bir otaqdadır, get, ye. Ay ana, gərək mən duram. Burada rahatca uzanmışam da. Nə olar sən gətir. Ana ayı kədərli ah çəkdi. Mən bilmirəm ki, sən niyə belə tənbəl oldun. Tənbəl deyiləm, sadəcə burada uzanıb dincəlirəm. Ana ayı tənbəl balasına armud vermədi. Dedi, qoy zəhmət çəkib özü götürsün. Tənbəl ayı halsız-halsız o bir otağa tərəf baxdı. Deyinə yerindən qalxdı. Armud olan səbəti tapdı. Sapsarı armudları ətəyinə yığıb gəlib uzandı. Sevinə elə uzandığı yerdəcə yeməyə başladı. Xeyli armud götürmüşdü. Necə də dadlıdır, bəh deyə yeyirdi. Ana ayı kədərli halda ona baxır, nə deyəcəyini bilmirdi. Biraz keçmişdi, həyəti səs-küy bürüdü. Ayılar həyətdə qaçlı-tutlu oynayırdılar. Tənbəl ayı deyinməyə başladı. Nə səs-küydü yenə, qoyun yatım da. Ana ayı dedi, oynayanlar sənin bacı qardaşlarındır. Dur, bax, gör necə qəşəng oynayırlar, sən də qoşul onlara. Axı mənim yuxum gəlir, yorulmuşam, dincəlməliyəm. Onlar tezdəndən gedib meşədən armud gətiriblər. İndi də oynayırlar. Onlar niyə yorulmayıb? Sən tənbəlsən. Tənbəl ayını fikir götürdü. Doğrudan da anası düz deyirdi. Axı o heç bir iş görməyib, niyə yorulub axı? Ana, düz deyirsən, mən axı bir iş görməmişəm, bəs niyə yorğunam? Çünki səni tənbəllik basıb. Necə yəni, başa düşmədim. Burada başa düşməli nə var ki? O qədər yeyib yatmışsan ki, öyrəşmisən də. Anacan, düz deyirsən. Deyib, tənbəl ayı dirsəklənib ayağa qalxdı. Yeriyib durdu pəncərənin qabağında. Bacısı ilə qardaşı elə qəşəng oynayırdılar ki, ağır addımlarla evdən çıxdı. Mən də sizinlə oynayıram deyib, o tərəf bu tərəfə qaçmağa başladı. Daha tənbəl olmayacam, mən də sizinlə armud yığmağa gedəcəm deyib, sevinə qaçırdı. Oyun daha maraqlı gedirdi. Tənbəl ayı topu gətirdi. Dedi, gəlin, indi də futbol oynayaq. Oyun qızışdı, nə qızışdı. Hərdən ayıcığın gözü pəncərəyə sataşırdı. Anası sevinərək ona baxır, hərdən əl çalıb alqışlayırdı. O da sevincdən atılıb düşür, anasına əl edirdi. Elə sevinirdi ki, ayıcıq. Ora-bura qaçdıqca bədəni açılır, özünü gümrah hiss edirdi. Tənbəlliyin daşını atdığı üçün elə xoşbəxt görünürdü ki, tez-tez balaca qardaşına deyirdi. Mən bugündən tənbəlliyin daşını atmışam. Nə vaxt armud yığmağa getsəm, məni də apar özündən. Yaxşı, qardaşı baş üstə deyib onu bərk qucaqladı. Ana isə hələ də pəncərədən sevinə onlara baxır və xoşbəxtliyinə gülümsəyirdi.